Keçirik müəllimlər növbəti təlim nəticəmizə. Növbəti təlim nəticəmiz fəal dinləmə olacaq və əməkdaşlıq bacarıqları haqqında danışacağıq. Çox zaman ünsiyyət bacarığı deyəndə qarşı tərəfdən soruşanda ki, ünsiyyət bacarığı nədir? Çox zaman eşitdiyimiz cavab bu olur ki, yaxşı danışmaq qabiliyyəti. Amma ünsiyyət bacarığı deyəndə yalnız danışmaq yox, həm də dinləmə bacarığı nəzərdə tutulur. Bildiyiniz kimi, məsələn, çox zaman necə olur? Çox rastlaşdığımız haldır bu. Deyərdim ki, universitetlərdə də, müəllimlərin də əksəriyyətində ən çox ehtiyac olan bacarıqlardandır ki, bu. Baxmayaraq ki, gözəl nitqi var, gözəl danışır, səlis danışır, natiqdir sanki. Amma ünsiyyət bacarığı desən, heç özü də bilmir ki, ünsiyyət bacarığı yoxdur. Çünki ünsiyyət bacarığının 60-70%-i dinləmənin üzərinə düşür. Ünsiyyət bacarığı üçün həm gözəl danışmaq, eyni zamanda da qeyd elədiyim kimi dinləmək lazımdır. Dinləmə ehtiyacı var. Burada qarşı tərəfi diqqətlə dinləməlisən və dinlədiyini nümayiş etdirməlisən, sözünü kəsməməlisən. Bu məsələlərə indi detallı şəkildə baxacağıq. Fəal dinləyici olmaq üçün diqqəti danışana yönəltmək lazımdır. Danışanla göz təması qurmaq və bunu axıra qədər qorumağa çalışmalıyıq. Fikri yayındıran heç nə haqqında düşünməməliyik. Beyninə kontrargument hazırlamamalıyıq. Çox zaman ünsiyyət qurursan başqasından, amma ünsiyyət qurduğun insan səni dinləmir. Beynində düşünür ki, beynində kontrargument hazırlayır ki, bu dayananda mən nə cavab verim, nə danışım. Bu deməkdir ki, bu insanın hələ ünsiyyət bacarığı tam formalaşmayıbdır. Ya formalaşmayıb, ya özü formalaşdırmayıb, ya da ki, ola bilər ki, heç özü bilmir ki, bu lazımdır. Biz danışan şəxsi diqqətlə dinləməliyik və dinləyəndə də beynimizdə düşünməməliyik ki, bəzən olur ki, sən danışanda o ya orada negativ axtarır ki, sən dayananda inkar eləsin ki, yox, filan şeyi mən razı deyildim, filan ya negativə düşünür ki, mən hər hansı bir negativi bildirim. Ya da ki, kontrargument hazırlayır. Ancaq fəal dinləyici olmaq üçün nələr lazımdır dedik? Diqqəti danışana yönəltmək, danışanla göz təması qurmaq və bunu axıra qədər qorumağa çalışmaq, fikri yayındıran heç nə düşünməmək, beyində kontrargument hazırlamamaq, ətrafda diqqəti yayındıran məqamlara fikir verməmək, danışanın bədən dilinə qulaq asmaq. Və dinləməni nümayiş etdirmək. Dinləməni nümayiş etdirmək üçün danışana biz dinlədiyimizi necə nümayiş etdirə bilərik? Jest mimikalarla qarşılıq verə bilərik, başımızı dəbərdə bilərik, anladığımızı biz qarşı tərəfə nümayiş etdirə bilərik bədən dilimizlə və yaxud da bəli, xeyr kimi sözlərdən istifadə edə bilərik. Və dinləyən zaman da başqa fəaliyyətlərlə məşğul olmaq, danışanın fikrini yayındıran hərəkətlərdən çəkinməliyik. Sağa sola baxmaq və yaxud da hövsələsizliyi nümayiş etdirmək, yəni qətiyyən doğru deyil. Rəy verəndə isə şəxsi düşüncələr, inamsızlıq, ehtimallar dinlənilən informasiyanı düzgün anlamağa mane ola bilər. Yəni, şəxsi düşüncələr, inamsızlıq yox, fəal dinləyicinin əsas məqsədi ona deyilən informasiyanı olduğu kimi qəbul etməkdir. Çünki deyilən informasiyanı dərk edib, ona adekvat cavab vermək, münasibət bildirmək lazımdır. Və deyilənləri parafraz edərək düşünürük. Parafraz, yəni, siz yəqin bunu demək istəyirsiniz. Sizi düzmü anlamışam? Dəqiqləşdirirsən.
Bəzən görürsən ki, deyirsən ki, falan şeyi falan eləyərsən, falan şeyi falan düzəldək. Gedir görürsən başqa bir şey gətirdi ortaya. Deyirsən axı mən belə deməm. Yox, sən axı belə demişdin. Çünki anlamayıbdı. Ona görə də deyiləni parafraz etmək ona görə lazımdır ki, yəni tam şəkildə aydın olmalıdır. Bu məsələ aydın olması üçün təsdiqləmək lazımdır. Bəzi məqamları aydınlaşdırmaq məqsədi ilə suallar vermək. Bunu nəzərdə tutursunuz? Siz filan deyilənləri nəzərdə tutdunuz. Düzmü anladım? Və yaxud da periodik olaraq danışan dediklərini ümumiləşdirir. Deyir ki, məsələn, mən filan şeyləri belə başa düşdüm. Mənə belə aydın oldu ki, filan eləməliyəm. Yəni bu cür rəy veririk və danışanın sözünü kəsmirik. Danışanın sözünü kəsməmək lazımdır və imkan vermək lazımdır ki, danışan fikrini tamamlasın. Danışanın sözünü tamamladıqdan sonra ona sual vermək və yaxud müdaxilə etmək olar. Və kontur arqument gətirmək üçün uyğun zaman gözləmək lazımdır. Bu həm müəllim olaraq bizə lazım olan bacarıqdır. Eyni zamanda da nəinki iş fəaliyyətimizdə, həyatımızın hər bir dönəmində bizə fəal dinləmə, ünsiyyət bacarığına ehtiyacımız var. Və bu bildiyiniz kimi müsahibədə də çox vaxt buna görə kəsilirlər. Məsələn, miqdə görürlər, məsələn, sual verəni ya sualı axıra kimi dinləmir və yaxud da o başqa sual verir, sən başqa bir şey danışırsan. Bu da göstərir ki, fəal dinləyici deyilsən, ünsiyyət bacarığın yoxdur. Və bildiyiniz kimi, müasir dövrün 21-ci əsrin kompetensiyalarına aid olan vacib kompetensiyalardandır. Yumşaq bacarıqlar, ünsiyyət bacarığı. Ona görə də fəal dinləyici olmaq üçün hansı xüsusiyyətləri vacibdir? Bu bizdə çatmırsa, biz özümüzü refleksiya edərək bunları özümüzdə formalaşdırmağa çalışmalıyıq. Cavab vermək mədəniyyətini nümayiş etdirməliyik. Fəal dinləyici bacarığına malik olan şəxs qarşısındakına səmimilik, hörmət və anlayış nümayiş etdirməyi bacarmalıdır. Danışanın fikirlərini qəbul etmədikdə və ya onun dediklərini dinləyinin hisslərinə toxunduqda belə yumşaq mədəni münasibət bildirməlidir. Yəni bunun üçün də səs tonu da önəmlidir. Yəni mədəni şəkildə səs tonumuza əməl edərək, səs tonumuzu idarə edərək səviyyədə danışmalıyıq və öz fikrimizi müdafiə edərkən başqasını təhqir etməməliyik, başqasına toxunacaq səviyyədə, onun hisslərinə, onun qüruruna toxunacaq səviyyədə olmamalıdır qətiyyən. Eyni zamanda da empatiya nümayiş etdirmək. Empatiya bizə hər zaman həyatımızın hər bir hissəsində vacibdir. Biz danışanı dinləyərkən biz ona empatiya hissi duymalıyıq. Özümüzü onun yerinə qoymağı bacarmalıyıq. Mən çox təəssüf edirəm ki, siz belə bir problemlə qarşılaşmısınız. Gəlin birlikdə bunu necə həll edə biləcəyimizi müəyyənləşdirək kimi qarşılıqlı şəkildə artıq bu cümlələrdən münasibət bildirə bilər. Fəal dinləyici haqqında bu qədər əziz müəllimlər, keçirik növbəti təlim nəticəmizə. Şagirdlərdə əməkdaşlıq bacarıqlarının formalaşdırılması. Biz əvvəlki dərsimizdə də bildirdik ki, əməkdaşlığa yönəlik öyrənmə olduqca vacibdir və biz qoyduğumuz məqsədlərə çatmaq üçün şagirdlərlə birlikdə əməkdaşlıq etməliyik və dərs mühitində də əməkdaşlıq səviyyəsində fəaliyyətlər qurmalıyıq. Və biz bu haqda Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsi haqqında danışdıq. Ötən dərslərimizdə Banduranın sosial öyrənmə nəzəriyyəsində də bu məsələlərə toxunmuşduq. Biz əməkdaşlığa yönəlik tədris təşkil etməklə şagirdlərdə yumşaq bacarıqları inkişaf etdiririk, onlarda ünsiyyət bacarıqlarını, empatiya hissini formalaşdırmaq. Yəni bunlar hər biri əməkdaşlıq bacarığının, əməkdaşlığa yönəlik təlimdə çox önəmli faktorlardır. Və əməkdaşlığa yönəlik təlim tədris təşkil edərkən də şagirdlər bir-birləri ilə əməkdaşlıq etdikcə
bir-birləri ilə öyrəndiklərini bölüşürlər, öyrəndiklərini müzakirə edirlər. Bu da artıq interaktiv öyrənmə mühitini təmin etmiş olur. Hər hansı bir əməkdaşlıq təşkil etmək üçün də müxtəlif biz məsələn bunu strategiyalarla tətbiq edən zaman bildiyiniz kimi məsələn qruplar üzərində əməkdaşlığı əsasən qruplarla təşkil edirik və qruplar da bildiyiniz kimi biz 3-5 nəfərdən ibarət olaraq təşkil etməliyik. Düzdür, indi sayı çox da ola bilər, amma ən yaxşı olar ki, biz 3-5 nəfərdən ibarət təşkil edək və qrupun tərkibinin müəyyənləşdirilməsində qruplarda şagirdlər homogen qruplar və heterogen qruplardan təşkil edirik şagirdləri. Bu homogen qruplar, heterogen qruplar nədir? Homogen qruplarda ən çox ortaq xüsusiyyətləri olan qruplar şagirdlər olur. Məsələn, intellekt baxımından ortaq olurlar, ortaq xüsusiyyətləri olur. Heterogen qruplarda isə əksinə müxtəlif intellektə sahib olan, fərqli xüsusiyyətlərə sahib olan şagirdlər olur. Ən çox bəyənilən odur ki, heterogen qruplar olsun. Burada həm intellekt baxımından, həm də ortaq xüsusiyyət baxımından fərqli olan şagirdlər olduğu üçün ən yaxşı yəni bəyənilən heterogen qrupların təşkil edilməsidir. Əməkdaşlığa yönəlik təlimdə gözlənilən təlim nəticələrinə uyğun qiymətləndirmə və əməkdaşlığın effektivliyinin qiymətləndirilməsi. Bildiyiniz kimi, biz demişdik ki, qiymətləndirmə biz nəyə əsasən aparırıq? Keçən dərsimizdə də demişdik ki, qiymətləndirməni təlim nəticəsinə uyğun aparırıq. Yəni, bizim təlim nəticəmiz filan məsələləri reallaşdırmaqdırsa, qiymətləndirməni də ona uyğun aparırıq ki, görək nə dərəcədə reallaşdıra bildik, reallaşdıra bilmədik, çatan-çatmayan oldu. Yəni, təlim nəticəmiz müəyyən mövzudursa, biz qiymətləndirməni başqa bir fəaliyyətə görə qiymətləndirməməliyik. Biz fəaliyyətə görə yox, təlim nəticəmizə uyğun qiymətləndirmə aparacağıq. Birinci, təlim nəticəmizi qiymətləndiririk. Təlim nəticəsinin böyründə hər hansı bir fəaliyyətini də qiymətləndirə bilərik. Qiymətləndirmə üçün rubriklərdən istifadə edə bilərik. Rubrik haqqında biz qiymətləndirmə mövzusunda daha geniş danışacağıq. Ümumi olaraq onu bildirək ki, qiymətləndirmə üçün cədvəllərdir. Burada şagirdlər nələr şagirdlərdə formalaşdırılmalıdır, cədvəllərdə yazılır və o cədvələ əsasən qiymətləndirmə aparılır. Bu rubriklərdən istifadə etməklə aşağıdakı suallara cavab tapa bilərik. Şagirdlər birlikdə məhsuldar işləyə bilirlərmi? Şagirdlərdə qarşılıqlı hörmət nümayiş etdirdilərmi? Şagirdlər qarşılıqlı güzəştə gedə bilirlərmi? Məsuliyyət bölüşübmü? Hər kəs öyrənmə prosesinə cəlb olunubmu kimi suallar əsasında təşkil edə bilərik. Eyni zamanda da əməkdaşlığa yönəlik öyrənmədə biz daha çox yuxarı təvəkkül səviyyəsi, şifahi ünsiyyət, özünü idarə etmə və liderlik bacarığının inkişafına gətirib çıxarmış olaraq, şagird-müəllim, şagird-şagird qarşılıqlı fəaliyyətinə təşviq etmiş olaraq, şagirdlərinə özgüvən, məsuliyyəti artırmaq, müxtəlif mövqelərdə düşünmə, sosiallıq, real həyata bacarıqlar qazandırmış olaraq. Əməkdaşlıq bacarıqlarının formalaşdırılması haqqında da bu qədər əziz müəllimlər. İndi bir 5 dəqiqə sorğu-sual eləyək, açın mikrofonu, görək dərsə nə dərəcədə dərsi dinləmiş oldunuz, harda çətinliyiniz qalmış oldu. Zəhmət olmasa açın mikrofonu. Sevinç müəllimə.